UFC artıq top 1 deyil. Sosial şəbəkələrdə hamı əmindir. Dana White'ın bu imperiyasının ömrünə az qalıb. Döyüş dünyasında tektonik yer dəyişmə baş verir. MVP təşkilatı rəsmən MMA ərazisinə addım atdı və onların elə ilk turniri bomba effekti yaratdı. Bir anlıq təsəvvür edin, rosterda artıq Francis Ngannou, Nate Diaz və Ronda Rousey kimi adlar var. Rəqəmlər sadəcə ağla sığmazdır. Ronda Rousey və Gina Carano arasındakı baş döyüş təkcə Amerika Birləşmiş Ştatının ekran qarşısında rekord sayda 11 milyon yarım izləyici toplayıb. Müqayisə üçün, UFC-nin Gage və Pimlet iştirakı ilə səs-küy doğuran UFC 324 turniri pik nöqtəsində cəmi 6 milyonluq təvazökar bir göstərici nümayiş etdirmişdi. Fərq demək olar ki, 2 dəfədir. İnternet artıq 2 cəbhəyə bölünüb. Skeptiklər əmindilər ki, bu tezliklə yox olacaq müvəqqəti bir hype'dır. Lakin ekspertlər həyəcan təbii çalır. UFC uzun illərdən bəri ilk dəfədir ki, tacını itirə bilər. Bəs siz nə düşünürsünüz? Qarşımızda UFC-nin potensial rəqibidir, yoxsa ilin sonuna qədər sönəcək müvəqqəti bir parıltıdır? Fikirlərinizi şərhlərdə yazın.